Ayır 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərinə keçək. Amerika Birləşmiş Ştatlarının İrana qarşı başlatdığı maksimum təzyiq siyasəti artıq yaxın şərqdəki digər ölkələri də əhatə edir. Trump administrasiyası xüsusən İraq başda olmaqla həmin ölkələrin əli ilə İran iqtisadiyyatını çöktürməyə çalışır. Belə bir məqamda İran və İraq Xarici İşlər Nazirləri arasında telefon danışığının baş tutması və təmas zamanı Vaşinqtonun hədəfə çevrilməsi isə diqqət çəkir. Bəs tərəflərin birgə hansı addımlar atmaq perspektivləri var? İzləyək. Amerika Birləşmiş Ştatları İrana təzyiq fonunda regiondakı digər ölkələri də Tehrana qarşı səfərbər etməyə başlayıb. Söhbət İranı nüvə danışıqlarına qaytarmaq istəyən Donald Trump'ın maksimum təzyiq siyasətindən gedir. Artıq bu siyasət Tehranda ciddi narahatlıq yaradıb. İran və İraq Xarici İşlər Nazirləri arasında baş tutan telefon danışığı isə sözü gedən ehtimalı doğruldur. İranın Xarici İşlər Naziri Abbas Əraqçı İraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında Amerikanın qonşu və dost ölkələrin münasibətlərini parçalamaq niyyətində olduğunu deyib və bu sarıdan birgə əməkdaşlığın vacibliyi vurğulanıb. Eyni zamanda qısa müddət öncə İraqın neft naziri Hayan Abdelqani ABŞ-nin Körfəzdə saxladığı İran neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirmişdi. Tərəflər telefon görüşündə bu məsələni də müzakirə ediblər. Telefon danışığı Ağ Evin İrandan qaz və elektrik enerjisi idxalına görə İraqa edilən güzəştlərə son qoyulduğu vaxta təsadüf edir. Amerika, İsrail'in İran'la Demokrasinin kılıcı gibi her zaman tehditvari çıkışları İran'ı rahatsız etmekte. Ve bu gelişmelere göre de İran ve Irak Dışişleri Bakanlarının telefon görüşmeleri Amerika'ya ve İsrail'e karşı ortak doktrin geliştirmek ve dostluk ilişkilerini pekiştirme açısından önemli bir hamle olarak değerlendirilmelidir. Yani buradaki demokrasinin kılıcı vazifesiyle İsrail ve Amerika'nın duruşu Irak'ı da tedirgin etmekte ve Irak-İran yakınlaşmasını körüklemektedir. İraqın hədəf olması təkcə iqtisadi amillərdən irəli gəlmir. Bağdad Tehran üçün daha çox geosiyasi strategiya baxımından vacibdir. İranla sahib olduğu 1600 kilometrlik sərhədi İslam ölkəsi üçün bufer zona rolunu oynaması, habelə İslami Cihad, Həşd-i Şabi kimi İran yönümlü qüvvələrə ev sahibliyi etməsi baxımından İraq həm Birləşmiş Ştatlar, həm də İsrail üçün Tehrandan sonra ikinci əsas təhlükə hesab olunur. Son vaxtlar bölgədəki hakimiyyəti qismən zəifləyən Tehran İraq daxilində proksi şəbəkələrini genişləndirməyə nail olub. Amma bu da İraqın özünü döyüş meydanına çevirə bilər. Hələ Trump'ın birinci prezidentliyi dövründə, yəni 2020-ci ildə İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsi də bunun göstəricisi kimi şərh edilir. Trump'ın ikinci prezidentliyi dövrü isə bu prosesin davam etdirilməsi kimi izah oluna bilər. Əgər İran İsrailə məsələn müdaxilə edərsə, aralarında hansısa bir formada toqquşma yaşanarsa, bəli, Amerika Birləşmiş Ştatları bu məsələyə müdaxilə edə bilər və İranın müxtəlif əraziləri ABŞ aviasiyası tərəfindən bombalana bilər. Buna görə də Amerika Birləşmiş Ştatları, İran ABŞ ilə yaxınlığı olan bölgə ölkələrini ciddi şəkildə təhdid edəcək bu müddətdə və İranın və İraqın dövlət rəsmilərinin son günlər artan təmasındakı əsas məsələ də məhz budur. Eyni zamanda Donald Trump'ın İrana təzyiqi Panama kanalının hədəfə alınması siyasətində də özünü göstərir. Araşdırmalara əsasən İran Hong Kong mərkəzli 3 şirkətə məxsus konteyner gəmilərlə kanal vasitəsilə dünya ölkələrinə neft çatdırır. Bu səbəbdən ABŞ Ticarət Nazirliyi 17 dənizçilik şirkətinə sanksiya tətbiq edib. Bütün bunlarsa ABŞ-İran qarşıdurmasının Panama kanalında da üz-üzə gəldiyini göstərir. İki ölkə arasında münasibətlərin gələcəyi isə Trump'ın göndərdiyi məktuba cavabdan asılı olacaq. ABŞ prezidenti İranın ali dini liderinə yeni nüvə razılaşması üçün 2 ay möhlət verib.